Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir toz soğanı təmirə gətiriblər. Tok gəlmir, 3 ayın toz soğanıdır. İndi ortanın nəticəni bir yerdə izləyək. Açırıq, açmağa davam edirik. Bu filtri bitirmək olmaz, yəni bu vacib filtrlərdən də fikir verin. Tükü mühərrikə buraxmır. Bu hissəsində qəttələnmə var. Demək, bu stakanın filtridir, belə deyək. Bu motorun pərdəsidir, tük getməsin deyə fikir verin. Burada xırda olsa da tüklər var. Arxa filtrdir, arxa filtri qoruyandır, belə deyək. Bu yuyulandır, bu yuyulmayandır. Bunlar təmizlənəndir. Bu da təmizləmək yumaq olmaz. Toz soğana tok ümumiyyətcə gəlmir. Şurupları açdıq. Hissələrdə zədələr var. Bu katuşkadadır. Tok götürmür. Katuşkanın ümumiyyətcə açdıq. Çalışacaq ki, şunu da yıxsın. Klemmalarını taxdıq. Rezinlərini keçirtmişik. Kabeli təmizlədik. Zaklovkaları taxdıq. Preslədik. Əlavə olaraq 2 ədəd kabel qoyuruq. Bu hissələr bu qaydada bağladıq. Bu qaydada qayqaladıq. Termosatkalarla sıxdıq. Bu hissələri də qayqaladıq. Termosatkalarını keçirtdik. Hissələri təmizlədik. Burada rezin əyrisi var. Bunu da aşağı saldıq. Hissələrinə skos vurduq. Rezin əyilib ona görə. Bütün şuruplarını bağladıq. Bu filtri də təmizlədik. Arxa hissəni də filtrini təmizlədik. Üzərinə bərpa elədik. Bu da nəticə. Burada bir şeye fikir verin. 3000 watt yazıb. Sulu budur. 235 vur 10.3 eləyir. 2420 watt gücü var. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.